5 gün 5 fərqli BB krem yoxlayacağıq sizinlə birlikdə. Birinci gündəyik və markamız Mizon markasının bu BB kremidir. Mən bunu daha əvvəl 1-2 dəfə istifadə eləmişəm, amma tam olaraq yadımdan çıxıb. Ona görə də bu gün elə sizinlə birlikdə tətbiq eləyəcəm. Bu hissəyə 3 ayda tətbiq eləyəcəm. Bu arada bu BB kremi Estee Lauder'ın BB kreminə çox bənzədirlər. Mən Estee Lauder istifadə edən biri olaraq indi sizə fikirlərimi bildirəcəm ki, oxşuyur yoxsa yox. Sponjumla keçirəm. Üzümlə demək olar ki, bütünləşdi. Rəng tonumu bərabərləşdirdi. Hətta fikir versəniz, gözaltı qaralıqlarımda isə gözaltım qaralığını belə örtdü. Örtücülüyü bu qədər yaxşıdır bir BB kremə görə. Mat bir görüntüsü yoxdur. Örtücülüyü isə ortadan yüksəyə doğrudur. Bitişi çox xoşuma gəldi. Rəng tonumu bərabərləşdirməyi və belə parlaq, canlı, daha gözəl göstərməyi mənim üçün əvəz olunmaz bir hissəsidir. Həqiqətən də bu Mizonun BB kremi Estee Lauder'ın bu tonal kreminə bənzəyir. Örtücülüyü və teksturası demək olar oxşardır və yaxşıdır. Bunun içərisində SPF 50 var. SPF 50 yaxşı bir faktordur. İkinci əsas nüansı isə içərisində ilbiz ekstratı var və bu da sizin dərinizi bərpa eləyir. Yəni həm dərinizi qidalandırır, həm günəşdən qoruyur, həm də belə qəşəng örtücülük bəxş edir sizə. Mən birinci gündə istifadə elədiyimiz bu Mizonun BB kremini bəyəndim. Gün 2-də isə fərqli bir BB krem yoxlayacağıq. Qaçırmamaq üçün məni izlə.